Dünyada iş yerləri ilə bağlı ciddi çatışmazlıq gözlənilir və ekspertlər deyir ki, dünya yaxın 10 illiklərdə böyük miqyaslı iş yerləri çatışmazlığı ilə üzləşə bilər. Reuters agentliyinin məlumatına görə, Dünya Bankının prezidenti inkişaf etməkdə olan ölkələrdə yaxın 10-15 ildə əmək qabiliyyətli əhalinin sayının 1,2 milyarda çatacağını bildirib. Mövcud iqtisadi artım tempi saxlanılarsa, sözü gedən dövrdə cəmi 400 milyon yeni iş yerinin yaradılması mümkündür. Dünya Bankının prezidentinin sözlərinə görə, bu təxminən 800 milyon iş yeri çatışmazlığının yaranması deməkdir. Bank rəhbəri vurğulayıb ki, problem vaxtında həll edilməzsə, qeyri-qanuni miqrasiyanın artması və sosial qeyri-sabitlik kimi ciddi fəsadlar doğura bilər. Qeyd edim ki, 2025-ci ildə dünyanın ən böyük iqtisadiyyatları arasında işsizlik səviyyəsinin 3%-dən aşağı olduğu ölkələr sırasında Meksika, Rusiya və Cənubi Koreya yer alıb.